لكل جعلنا منكم شرعة ومنهاجا. Assalamu aleykum və rəhmətullahi və bərəkatuh. Qardaşlar, bir şeyə aydınlıq gətirmək istəyirəm. İndi deyirlər ki, Qamət qardaş sələf forma danışan kimi Qamət qardaşa hücumlar oldu, nə bilim nə. Sonra ittihamlar gəlir ki, deməli bunlar sələf formu dəstəkləyirlər. Ona görə Qamət qardaşa sələf form barədə danışan kimi niyə görə sələf forma rədd eləmədiniz? Amma Qamət qardaş sələf forma danışan kimi hamı Qamət qardaşa hücumlar çəkdi. Birinci o demək istəyirəm ki, sələf formu Azərbaycanda tanıyan olmayıb. Sələf formu Azərbaycana tanıtdıranın özü elə Qamət qardaş olub. Sələf formunun Azərbaycanla nə uzaqdan, nə yaxından heç bir əlaqəsi yoxdur. Sələf formu rus dilində sayt olduğuna görə qardaşların çoxu Azərbaycanda demək olar ki, heç sələf formu tanımırlar. Mənim özüm heç sələf forma bir dəfə də girməmişəm. Sonrası da ki, qardaşlar, əgər bir nəfər Qamət qardaş özü sələf forma rəddiyə edibsə, məyər bu kifayət deyilmi? Yəni, bu vaxta qədər bu qədər bidətçi olub, bu qədər bidət əhli olub və onların hamısına rəddiyələr verib. Hər kəs ayrı-ayrı bidət əhlinə rəddiyə verib. Bu vaxta qədər kimdən yığılıb hər kəsdən, bütün tələbələrdən tələb olunub ki, sən də filan kəsə rəddiyə verməlisən, sən də filan kəsə rəddiyə verməlisən. Yəni, bütün hamınız, sizin hamınız yığılıb filan sayta rəddiyə verməlisiniz və yaxud filan adama rəddiyə verməlisiniz, filan adamdan çəkindirməlisiniz. 3-4 nəfər çəkindirib, kifayət olunub buna. Sonrası da ki, yəni indi bu ittihamlar etmək, demək ki, yəni bunlar sələf formu dəstəkləyirlər, təzədən sələf form məsələsini gündəmə gətirmək, bu qardaşların gözündən pərdə asmaqdır və bu söhbəti dəyişdirməkdir, yönətməkdir və bu təlbis eləməkdir. Niyə görə? O danışanlar da özləri 100% bilirlər ki, bizim və xüsusilə də mənim sələf form barədə etiqadım nədir? Mən sələf form barədə etiqad edirəm ki, sələf form xata rəyə düşüb. Sələf formun dediyi rəy Əhl-i-Sünnə və cəmaatın icmasına, Əhl-i-Sünnə və cəmaatın əqidəsinə müxalifdir. Şeyximiz Şeyx Süleyman Ruheyli dedikləri sözü sələf form barədə mən də deyirəm, mən də etiqad edirəm. Hakimləri şərii və qeyri-şərii hakimlərə bölmək, Allahın nazil etdiyi ilə hökm verməyənlərə qeyri-şərii hakimlər demək, bu batil fikirdir. O ki, qaldı onları sələf formu bidətçi görməyə, təbdi etməyə, mən yenə də bunda eyni ilə Şeyx Süleyman Ruheyni'nin dediyini deyib etiqad edirəm ki, onlar əsli sələfi olduğuna görə, sələfiliklə tanındıqlarına görə birinci onlara nəsihət olunmalıdır, hüccət qaldırılmalıdır. Əgər ondan sonra israr edərlərsə, yenə də israr edərlərsə, o zaman onlar bidətçi olurlar. O ki, qaldı o sayta girib istifadə etməyə, qardaşlar, mən o sayta girib istifadə etməyi məsləhət bilmirəm. Ehtiyat babından girib istifadə etməyin ki, qardaşlar bilməz oraya düşərlər. Və bir də həcr babından ki, yəni onları tərk edirik ki, bəlkə bu onların dönməsinə, tövbə etməsinə təsir eləyər. Yəni bizim sələf form barədə əvvəldə də, indidə də etiqadımız bu olub. Vallahi deyirəm, billahi, tallahi danışanlar bu barədə bizim etiqadımızı da bilir ki, bizim etiqadımız sələf form barədə budur.
Hətta Qamət qardaşla Mədinədə oturanda, o sələf forumu zikr eləyəndə, sələf forumun bəzi şübhələrin, bəzi iradların zikr eləyəndə, biz sələf forumun bəzi iradlarına da cavab vermişik. Hətta bəzi qardaşlar sələf forumun şübhələrin bizə göndərəndə, həmin şübhələri biz cavablandırmışıq. Bunu bilə-bilə ki, bizim etiqadımız sələf forum barəsində nədir? Təzədən bizi həmin şeydə ittiham etmək ki, bunlar xavarici dəstəkləyirlər, bunlar sələf forumu dəstəkləyirlər, əqidələrin gizlədirlər. Bu hansı mənhəcdir, hansı etiqaddır? Baxın, qardaşlar, bu sələf forum məsələsini təzədən gündəmə gətirmək qardaşların gözündən pərdə asmaqdır, pərdə örtməkdir. Bu, söhbəti başqa yerə fırlatmaqdır, yönətməkdir. Bu minhəc bizim əsl etirazımız, bizim əsl inkarımız, baxın, bu həddadi minhəcinədir. Özünüz də görürsünüz, özünüz də şahidisiniz ki, bilə-bilə ki, biz sələf forumun etiqadına, sələf forumun minhəcinə qarşıyıq, bizi yenə bu şeydə ittiham edirlər. Bizim etirazımız və mübarizəmiz yalnız bu həddadi minhəci iləndir. Necə ki, Şeyx Rabi Hafizahullah buyurub ki, həddadilərdə belə çirkin bir əsas var. Çirkin bir üsulları var onların. O əsas da nədir? Şeyx Hafizahullah deyir ki, əgər onlar səni bir şeydə ittiham etsələr, desələr ki, məsələn, filan kəs filan etiqadı edir, filan kəs sələf forumu dəstəkləyir, filan kəs xuruc görür və çıxıb sən desən ki, qardaş, mən bu etiqadı etmirəm, mən bu rəydə deyiləm, mən ta bunun əksi olan rəydiyəm, onlar deyəcəklər ki, yox, sən bu etiqaddasan. Şeyx Rabi Hafizahullah deyir ki, onlar bu etiqadlarında, bu əsilləri ilə, yəni həddadilər, xavariciləri belə keçiblər. Budur, qardaş, özünü çıx öldür, yerlə sürü, de ki, qardaş, mən sələf forumu müdafiə eləmirəm, deyəcəklər, yox, sən yenə müdafiə eləyirsən. Deyilən ki, qardaş, çıx bəyanət ver ki, mən filan etiqaddıyam, deyəcəklər ki, yox, sən bu etiqadda deyilsən. Baxın, qardaşlar, özünüz də görürsünüz, yəni qardaşların gözlərinin üstündən pərdə salmaqdan ötürü yenidən bu sələf forum məsələsini atdılar ortaya. Budur bu mənhəc, budur bu həddadiyyə mənhəci budur. İnsanları nahaq yerə, insanları böhtanla, insanları iftira ilə ittiham etmək, onları minhəcdən çıxartmaq, onları çəkindirmək. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.